Həlak sözdür, həlak sözü. Həlak da ərəb sözdür. Quran-ı Kərimdə də ona aid ayə var. Necə ki, əvvəlki iki ölüm haqqındakı ayə var idi. Həlak olmaq da vəfat etmək, dünyadan köçməkdir, yox olmaq, məhv olmaqdır, amma fəlakətlə məhv edilməkdir. İlahi qəzəblə dünyadan köçməyə deyilir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur: "Və kəm əhləknə min qariyətin", biz neçə şəhərləri, yəni şəhərlərin əhalisini həlak elədik. Yəni daha çox əzabla, ilahi qəzəblə, cəza ilə gələn ölüm haqqında işlədilir. Dördüncüsü qətl sözüdür. Qətl sözü də öldürmək deməkdir. İnsan qətl nəticəsində dünyadan köçür. Amma niyə görə o cür dünyadan köçməyə qətl deyilir? Sanki birinin həyatına son qoyulur, öz ixtiyarı ilə olmur. Qətli yetirilir. Ona görə Allah Teala bu kəlməyə də Quran-ı Kərimdə bir çox yerlərdə işarəli buyurur və məsələn buyurur: "Və la taqtulun nafs əlləti", deyir ki, haqsız yerə insanları qətlə yetirməyin. İnsanı öldürməyin haqsız yerə. Bu nə deməkdir? Deməli, insanı qətlə yetirmək haqsızlıq sayılır bir insan haqqında. Alimlər araşdırırlar, deyirlər, ölümlə görəsən qətlin fərqi nədən ibarətdir? Maut sözü ilə qətl sözünün fərqi nədən ibarətdir? Həm Quranın ayələrinə əsasən, həm də rəvayətlərə əsasən araşdırırlar. Məsələn, Quran-ı Kərimdə buyurur ki: "Əfə immət əv qutilə inqalabtum alə əqabikum", ey müsəlmanlar, əgər sizin peyğəmbəriniz vəfat eləsə, mətə, ölsə, əv qutilə, yaxud qətlə yetirilsə, siz geri qayıdacaqsınız, döyüşdən qaçacaqsınız, yaxud öz cahilliyinizə qayıdacaqsınız, əvvəlki cəhalətə qayıdacaqsınız. Yaxud başqa bir yerdə açıq şəkildə buyurur: "Və la in muttum aw qutiltum la ila Allahi tuhşarun." Siz ölsəniz də, qətlə yetirilsəniz də, mütləq Allahın dərgahına, huzuruna qaytarılacaqsınız. Bu ayələrdən bilinir ki, ölümlə qətldə fərq var. Allah ikisini fərqli mənada işlədib. Deyir ki, ölüm ona deyilir ki, ruh bədəndən, cəsəddən ayrılır, amma təbii şəkildə Allahın əmri ilə buna ölüm deyilir. Amma qətl ona deyilir ki, onda da ruh cəsəddən ayrılır, amma təbii bir səbəblə yox, hansısa bir şəxsin vasitəsilə. İndi o şəxs ola bilər zərbə vurmaqla bu işi icra eləsin, ola bilər zəhərləməklə, ola bilər başqa bir cinayətlə, yəni başqasının müdaxiləsi ilə insanın həyatına son qoyulması qətl adlanırsa, Allahın yazısı ilə, əmri ilə insanın həyatının tükənməsi, sona çatması maut adlanır. Gəldilər, İmam Baqir əleyhissalamdan soruşdular ki: "Mən qutilə əleysə qad mətə", ey Peyğəmbər övladı, bir kəs əgər qətlə yetirilibsə, ölmüş sayılmırmı? Həzrət buyurdu: "Lə, xeyr, əl-mautu mautun və qatlu qatlun." Ölüm ayrı şeydir, qətl başqa şeydir. Sonra Həzrət əlavə elədi ki: "Leysə mən qutilə bis-seyfi kəmən mətə alə firashihi." Qılıncla qətlə yetirilmiş şəxs öz yatağında ölən kimi deyil, ölən kəs kimi deyil. "İnnə mən qatlə la buddə ən yərciə ilə dünya həttə yazuqal maut." Burada ölümün hikmətini açıqlayır Həzrət. Birinci buyurdu ki, o kəs ki, qılıncla qətlə yetirilib, o yatağında ölən şəxs kimi eyni deyil. Və fəlsəfəsinin hikmətini açıqlayır ki, həqiqətən də qətlə yetirilən şəxs, kimi ki qətlə yetiriliblər, o labüddür, vacibdir ki, ən yərciə ilə dünyaya qayıtsın, rəzət eləsin. Hətta yazuqal maut, və mautu, ölümün dadın anlasın, ölümü dadsın. Axı Quran bir yaxud dedi ki, Allah Quran-ı Kərimdə buyurur: "Kullu nəfsin zəiqatul maut." Hər bir kəs ölümü dadacaq. Qətildəki dedik ölüm sayılmır. Qətl insanın başqası tərəfindən həyatının yarımçıq qalması deməkdir. Bəs bunun yarımçılığı necə ödənəcək? Bu ölümü görmədi axı, ölümü dadmadı. Ona görə Həzrət buyurur ki, İmam Baqir əleyhissalam, həmin şəxs
labüddür ki, geri qayıtsın, dünyaya qayıtsın və ölümü datsın. Yəni biz bilirik ki, İslam etiqadında, dünya görüşündə rəzət adlı bir etiqad var, fikir var, düşüncə tərzi var. Rəzət nədir? Zəmanə imamı inşallah zuhur eləyəndə möminlərdən bəzilərinin qayıtması, o həzrətin dövründə yaşaması və kimlərin ki, həyatları yarımçıq nakam dünyadan köçürlər ki, şəhidlər onlardan biri sayılır. Həzrət ona işarə edir. Sonra başqa bir hədisində Həzrət buyurur: وَجَاءَ عَنْهُمْ Əhl-i Beyt əleyhimussalamdan rəvat edilir ki, ənnə likulli müminin qatalətun və meyyitətun. Hər bir mömin üçün qətil və ölüm hadisəsi var. Sanki demək istəyir ki, mömin şəxs vəfat eləsə də ona qətl olunmağın savabı yazılar. Axı biz rəvayətlərdə eşitmişik də, əgər mömin zəmanə imamının zuhuru intizarı ilə yaşayarsa, Allah yolunda çalışarsa, Allaha ibadət eləyər, Peyğəmbərin buyurduğuna, imamın göstərişinə əməl eləyərsə, o elə öz yatağında vəfat eləsə də şəhid sayılır, qətl etirilmiş, Allah yolunda qətl etirilmiş sayılır. Ona görə sanki ona işarə olunur. Və buyurur ki, İmam əleyhissalam buyurur ki, mən ləm yəmud yuqtəl, kim ölməzsə qətl etirilər, və innə əfzələl maut əl-qatlu. Kim ölməzsə qətl edirlər və ölümlərin ən üstünü, ən fəzilətlisi elə qətildir, yəni Allah yolunda şəhid olmaqdır.